Hörmətli izləyicilərimiz, sualların izahına davam edirik. Qeyd edim ki, bu sualları dünən biz WhatsApp kanalımızda paylaşmışıq. Bu MİQ Filologiya Azərbaycanda 2025-ci il suallardır. Siz də keçid edib YouTube postlarından WhatsApp kanalımıza keçib işləyə bilərsiniz. Bu sualda bir izləyicimiz xahiş etmişdi. Adlıq cümlələri müəyyən edin. Əslində ilk baxışda adlıq cümlələr bəlkə də ən rahat mövzudur, amma burada da yenə MİQ-də çaşdırıcı məqamlar salıblar. Ey dünyanın dərdini çəkə həmdəmim. Baxın, burada düz xəbər yoxdur, amma bu xitabdan ibarət olduğu üçün söz cümlədir. Ona görə biri çıxırıq. Kənd soyuq, küçələr qaranlıq. Əslində burada da adlıq cümləyə bənzəsə də, burada asanlıqla görünür ki, xəbərli şəkilsi buraxılıb, ixtisar olunub. Yəni kənd soyuqdur, küçələr qaranlıqdır. Belə olmalı idi. Yəni bu tabis mürəkkəb cümlədir və müəyyən şəxsi cümlədir. Küçənin qaranlığında evlər. Bəli, bu doğrudur. 3 doğrudur. Afərin, afərin. Bu da söz cümlədir. Baxmayaraq ki, yenə də burada xəbər yoxdur, bənzəyir adlıq cümləyə, amma bu söz cümlədir. Bunu da çıxırıq 4-ü. Və axşam dağ havası. Təbii ki, 5 də adlıq cümlədir. Cavabımız oldu D bəndi. 3-5.